Bayramdır da oturmuşsunuz, istirahət edirsiniz. Artıq üçüncü günə keçəcəyik ki, iş yoxdur. Nə gözəldir həyat. Həzz alırsınız. Amma onu deyim ki, siz nə qədər itirmişsiniz. Məsələn, mən bu günlər ərzində bir Hindistan dilində və İngilis dilində Amerikaya fokuslanan 2 YouTube kanalı açmışam, özü başına artıq işləyir. Yanvarın 1-i dünən göndərdiyim bütün bu sxemi 129 nəfər öz biznesini qurur. Dünyada yeganə bizdə olan bu sistem süni intellekt yaratdığımız, hansı ki mövzunu verirsən, sənin yerinə kanal yaradır, videoları artıq təşkil edərək YouTube-una yükləyir. Hansını ki bu dərslərimizi əldə edərək hazır video dərslərdir, sən də artıq başlaya bilərsən və kanalını açaraq bizim özəl qrupa da qoşulma imkanı qazana bilərsən ki, çox böyük bir işlərə gedirik. Amma elə davam elə istirahət eləməyə. Düşün ki, istirahətdəsən. Yox, əgər komfort zonundan çıxıb həyatını qurmaq istəyirsənsə, səhifəmdəki linkə klik edərək bu təlimi əldə et. İndi otur fikirləş, 129 nəfərdən biri olaraq bizlərdən birinə çevrilmək istəyirsən, yoxsa ki, həyatının davamını milyardlarla bizim kimlərin yaratdığı kontenti izləyənlər sırasında.